Salam. Elm test vəsaitindən leksika ilə bağlı bir testin izahına baxaq. Burada deyir ki, sözlərdən biri leksik amonim ola da bilər, olmaya da bilər. Leksik amonimlik nədir? Onu yadımıza salaq. Leksik amonimlik o idi ki, amonim məna taylarından hər ikisi əsas nitq hissəsinə aid olsun. Qrammatik amonimlik dedikdə isə amonim məna tayları ya biri ya da hər ikisi köməkçi nitq hissəsinə aid olmalıdır. Məsələn, götürək sarı sözünü. Sarı sözü rəng iki sifət bildirə bilir. Bir də sarımaq feil kimi işlənə bilir. Hər ikisi, yəni hər iki məna tayı əsas nitq hissəsinə aid olduğu üçün burada leksik amonimlik yaradıb deyəcəyik. Bir də var, qoşma kimi işlənə bilər. Məsələn, mənə sarı gəl. Burada isə qrammatik amonimlik yaradır. Testimizdə deyir ki, sözlərdən biri leksik amonim ola da bilər, olmaya da bilər. Həmin sözü müəyyən edin. A variantında yaxşı sözü var. Yaxşı sözü ümumiyyətlə amonim kimi işlənə bilmir. Yəni, bizim variantımız ola bilməz. Nəyə görə amonim kimi işlənə bilmir? Bəzi ortaq sözlər var idi. Zərf və sifət, isim və zərf kimi işlənən sözlər. Məsələn, səhər, axşam, gözəl. Bir var, yaxşı qız, yaxşı danışmaq. Yaxşı qız sifət, yaxşı danışmaq zərf. Yəni, hər ikisində yaxşı sözün mənası qaldığına görə biz onu amonim götürə bilmərik. Amonimlik nə idi? Deyirdi ki, məna tayları bir-birindən tamamilə fərqlənməli idi. Amma bu yaxşı sözündə fərqlənmir deyə, həm də zərflə ortaq sözdür deyə bunu amonim kimi götürə bilmərik. Qazan sözü. Qazon sözü ümumiyyətlə amonim olmayan variantı yoxdur. Bir var, məsələn, pul qazanmaq. Bir də var ki, yemək pişirdiyimiz qazan. Bu da amonim kimi işlənə bilər. Bir də var, qaz sözün kökü, an, qrammatik şəkilçisi, yəni feil sifət şəkilçisi. Onda isə sözün başlanğıc forması, qaz sözü amonim ola bilər. Məsələn, deyək ki, qaz heyvan mənasında, qaz həm də qazın yeməyi üstündə pişirdiyimiz qaz. Sonra 60 sözü də ümumiyyətlə amonim ola bilmir. Tut sözündə amonim olmayan variantı yoxdur. Tut sözü nə kimi işlənə bilər? Bir deyərik ki, meyvə tut mənasında isim kimi, bir də nəyisə tutmaq feil kimi. Variantımız B variantı olacaq, görün. Çünki görünmək bir var, ədat kimi işlənər. Məsələn, gözünə görün, kimisə gözünə görün. Burada leksik şəkilçisi, siz məni görün. Burada isə əmr şəkilçisi, yəni qrammatik şəkilçisi kimi olur. Yəni, ədat kimi işləndikdə amonim kimi işlənə bilmir deyə düzgün cavabımız B variantı olacaq.